Mingəçevir şəhidi Elmar İbrahimovun anasıyam. Bizi Bakıya tədbirə çağırıblar. Zeynəb anayla Arzu xanımı, bir də məni Fərdə xanım çağırıb. İndi hal-hazırda oraya gedirik. Mən Elmar İbrahimovun anasıyam. Evin yeganə övladı. Buyur. Ben İbrahimov Rafael Natıkoğlu'nun anasıyam. İnşallah ki Allah bütün şəhidlərimizin məqamını ceyləsin. Onları İmam Hüseynə qonaq eləsin. O körpər onları həmişə şad eləsin. Allah analara da sağlıqlı ömür versin inşallah. Mən Mingəçevir şəhidi Şahid Mücədoğlu Mustafayevin həyat yoldaşıyam. Allah Teala cümlə şəhidlərimizə ruhlarını şad etsin. Nur içində hər biri yatsın. Allah analarına, əzizlərinə, yaxınlarına Getdiyimiz yerin adını desən. səbr dözüm versin. Bizləri Bakı şəhərinə, İnci Tədris Mərkəzinə dəvət ediblər Zəfər günü münasibəti ilə. Sağ olsunlar, Allah hər birinə razı olsun. İnci Mərkəzində rəhbərliyinə razı olsun. Allah yolumuzu açıq etsin və şəhidlərimizin daim ruhu şad olsun və şəhidlərimizi unutturmayaq. Onları hər yerdə tanıdıq və unutturmamaq lazımdır. Allah bir daha da hər birinizdən razı olsun.